Birinci qrup ümumi sınaq 19. Birinci sual. Ədədin neçə natural böləni var? 3 üstü 7-ni mötərizə xaricinə çıxarsaq, qalar 1 üstünə gəl 3-ün kubu. Bu da bərabərdir. 3 üstü 7 vurulsun 28 eləyəcək. Yəni 2-nin kvadratı vurulsun 3 üstü 7 vurulsun 7 üstü 1. Natural bölənlərinin sayı bərabər olacaq. 2 üstünə gəl 1 vurulsun 7 üstünə gəl 1 vurulsun 1 üstünə gəl 1. Bu da bərabərdir. 3 vurulsun 8 vurulsun 2. 48. Cavab eləyəcək birinci sualda C variantı. İkinci sual. İkinci sualda 18 tam dövrdə 72-ni qarışıq ədədə çevirək. 18 tam 99-da 72. Çıxılsın 17 tam 19-da 13. Üstünə gəl 7 tam 11-də 3. Bərabərdir. Burada ixtisar aparsaq eləyəcək 11-də 8. 18 tam 11-də 8 və 7 tam 11-də 3-ü toplasaq eləyəcək 25 tam 11-də 11 çıx 17 tam 19-da 13. Bu da bərabərdir. 25 tam 19-da 19 çıxılsın 17 tam 19-da 13. Yəni 8 tam 19-da 6. Cavab olacaq C variantı. Üçüncü sual. Ədədinin tam hissəsini tapın. Məxrəcin qoşmasına vursaq, A bərabər olacaq. 30 vurulsun. Əvvəlcə sadələşdirək, daha sonra məxrəcin qoşmasına vuraq. 30 bölünsün. Kök altında 48-in əvəzinə yaza bilərik. 4 kök altında 3. 27-nin əvəzinə kök altında 27, 3 kökdə 3 deməkdir. Deməli, A bərabər olacaq 30 bölünsün kök altında 3 qoşmasına vursaq, olacaq 10 kök altında 3. Yəni kök altında 300. Kök altında 300-ün də tam hissəsi kök altında 300 kiçikdir kök altında 324-dən böyükdür kök altında 289-dan. Yəni ki, 17 və 18-in arasında yerləşir. Tam hissəsini tapın. Tam hissəsi də 17 və 18 arasında yerləşdiyinə görə 17 olacaq. Cavab burada düşməyib. Y variantı yəqin olar. 17. Dördüncü sual. Kəsirini ixtisar edin. Surəti vuruqlara ayırsaq, x çıxılsın 12, x çıxılsın 3. Məxrəci vuruqlara ayıraq. Məxrəcdə ardıcıl qruplaşdırma aparsaq, birinci və ikinci ədlərdən x kvadratı çıxarsaq, x çıxılsın 3, üçüncü və dördüncü ədlərdə mənfi 2-ni çıxarsaq, x çıxılsın 3 bərabər olacaq. Deməli, x çıxılsın 12 vurulsun x çıxılsın 3 məxrəcdə olacaq x kvadrat çıxılsın 2 vurulsun x çıxılsın 3. İxtisar aparsaq qalacaq x çıxılsın 12 böl x kvadrat çıx 2. 4-də olacaq A variantı. 5-də. 5-ci sualda cəmi 13, hasili 42 olan ədədlər kök altında 6 və kök altında 7-dir. Deməli, birinci kökün altındakı ifadə, surətdəki birinci kökün altındakı ifadə kökdə 7 və kökdə 6-nın cəminin kvadratıdır. İkinci ifadə isə kökdə 7 və kökdə 6-nın fərqinin kvadratına bərabərdir.
Məxrəc də olduğu kimi qalsın. Daha sonra deməli surətdə olacaq kökdə 7 üstünə gəl kökdə 6 üstünə gəl kökdə 7 çıxılsın kökdə 6 bölünsün. Kökdə 7 üstünə gəl kök altında 6. Kökdə 6'lar gedir. Surətdə qalır 2 kökdə 7 bölünsün. Kökdə 7 üstünə gəl kök altında 6. Məxrəcin qoşmasına vursaq, məxrəc 1-ə bərabər olar. Surət isə kökdə 7 vurulsun. 2 kökdə 7 vur. Kökdə 7 çıx kökdə 6. Bu da bərabərdir. 14 çıxılsın. 2 kök altında 42. 14 çıxılsın. 2 kök altında 42. B variantı. 6-cı sual. A parametrinin hansı qiymətində 5A üstünə gəl 9x bölünsün 2 çıxılsın x bərabərdir 2A tənliyinin həlli yoxdur. Buradan 5A üstünə gəl 9x bərabərdir 4A çıxılsın 2AX. X'ləri sol tərəfə yığsaq 2A üstünə gəlinsin 9x bərabərdir mənfi A alarıq. Həllinin olmaması üçün x'in əmsalı 0-a bərabər olmalıdır. 2A üstünə gəlinsin 9 0-a bərabər olmalıdır. A isi mənfi A isi 0-dan fərqli olmalıdır. Yəni A bərabərdir mənfi 4,5 olsa, mənfi 4,5 olsa tənliyin həlli olmayacaq. Mənfi 4,5 0-dan fərqlidir. Düzgün cavab olacaq ona görə də A variantı. 7-ci sual. X çıxılsın 6 vurulsun. Kökün altındakı ifadəni vuruqlara ayrılmış şəkildə yazsaq, x çıxılsın 2 vur, x çıx 7. Kiçik bərabərdir 0. Bunu intervallar üsulu ilə həll eləyək. Sıfırların qeyd eləyək. 2, 6 və 7 var. İntervallara ayıraq. Və bu intervallarda işarəni yoxluq və kökün mənasının olmadığı aralıqların üstündən xətt çəkək, onları götürməliyik. Məsələn, 7-dən sağda kökün 6-nın mənası var və müsbətdir kökün qiyməti də bu aralıqda. 7-də böyük qiymətlərdə x çıxılsın 6-da müsbət, deməli bu aralıqda müsbətdir. 6-7 aralığından qiymət verdikdə isə kökün mənası itir. Ona görə buradan qiymət vermək olmaz. 2-6 aralığından yenə 2-6 aralığından qiymət verdikdə yenə kökün mənası itir. Buradan da qiymət vermək olmaz. Və 2-dən kiçik qiymətlərdə isə kökün mənası var və x çıxılsın 6-nın işarəsi isə mənfidir. Ona görə də hasil mənfi olacaq. Beləliklə, bərabərsizliyin həlli mənfi sonsuzluq 2 yarım intervalı birləşir bərabərlik şərtini ödəyən 7 ilə. Bu aralığa daxil olan natural ədədlər 1, 2 və 7-dir. Onların cəmi isə 10-a bərabərdir. Düzgün cavab D variantı olacaq. 8-ci sualda S19 3, S19 A1, A2 və s. A19 cəmi deməkdir. 3-ə bərabərdir. S26 isə A1, A2 və A26-ya kimi hədlərin cəmidir. Bunların fərqini tapsaq, yəni ikinci bərabərlikdən birinci bərabərlik tərəf-tərəfə çıxsaq, qalacaq burada A20, A21, A22 və s. A26-ya kimi cəm bərabər olacaq
28'e. Daha sonra A20-dən A26-ya kimi ədləri 2-2 qruplaşdırsaq, A20 və A26, A25 və A21, onların cəmi, məsələn, A20 və A26-nın cəmi bərabər olur 2A21-ə. 2A23 daha doğrusu 2A23-ə bərabər olur. A21 və A25-in də cəmi 2A23-dür. A22 və A24-ün də cəmi 2A23-dür. Və bir də ortada A23 həddi var. Bu cəmi 28-ə bərabərdir. Deməli 7A23 28-dirsə, A23-ü tapırıq buradan 4. A23 4-dür. S45 də ki bərabərdir. 2A1 üstünə gəl 44-dür. Böl 2 vur 45. Hesablayaq. A1 üstünə gəl 22D vurulsun 45. Bu da bərabərdir. A1 üstünə gəl 22D A23 olduğuna görə 4 vurulsun 45 bərabərdir 180. Beləliklə 8-ci sualda cavab alarıq Y variantı. 9-cu K-nın hansı mənfi qiymətində parabolasının təpə nöqtəsi absis oxu üzərində olar. Deməli, təpə nöqtəsi absis oxu üzərindədirsə, absis oxunun üzərində olmağı o deməkdir ki, parabola absis oxuna toxunur. Absis oxuna da toxunması üçün tam kvadrat şəklində olmalıdır parabola. Yəni, diskriminant 0-a bərabər olmalıdır. Diskriminant K kvadrat çıxılsın, 4 vurulsun, 4 minus K vurulsun 2-də 1. Bu bərabərdir 0 olmalıdır. Yəni, K kvadrat üstünə gəlinsin, 2K çıxılsın, 8 bərabərdir 0 olmalıdır. Buradan K-nın 2 qiymətini taparıq. Birinci qiyməti K1 bərabərdir. Deməli, 2-yə. K digər qiyməti isə K-nın ikinci bir qiyməti olacaq mənfi 4-ə. Bizdən K-nın mənfi qiymətini soruşduğuna görə cavab olacaq mənfi 4 A variantı. 10-cu sual. Tangens x kökdə 5 bölünsün 2-dir. 18 kosinus 2x hesablayın. 18 vur kosinus 2x bərabərdir 18 vur. Kosinus 2x-in tangensli ifadəsi 1 çıxılsın tangens kvadrat x böl 1 üstə gəl tangens kvadrat x-dir. Yerinə yazsaq 18 vurulsun 1 çıxılsın 4-də 5 bölünsün 1 üstünə gəl 4-də 5. 18 vurulsun 4-də mənfi 4-də 1 bölünsün 4-də 9. Bu da bərabərdir 18 vurulsun mənfi 9-da 1 mənfi 2-yə bərabərdir. Onda cavab B variantı. 11-də ifadəsinin qiymətlər çoxluğunu tapın. 11-də 3 vurulsun kosinus kvadratın əvəzinə 1 çıx sinus kvadrat yazıb sadələşdirsək. Buradan mənfi 3 sinus kvadrat x çıxılsın sinus x üstünə gəlinsin 9 alarıq. Burada sinus x t olarsa bu t-yə nəzərən bir kvadrat 3 ədli olar. Və bunun ən kiçik qiymətin, ən böyük qiymətini tapmaq üçün
Birinci nəzərə almaq lazımdır ki, t -1, 1 aralığında dəyişir. Və təpə nöqtəsinin apsisini əvvəlcə tapaq. N bərabərdir -b bölünsün 2a. 2 vurulsun -3, -6 eləyəcək bu da. Deməli, n bərabər olacaq -6-da 1. n mənfi olduğuna görə, n -6-da 1 olduğuna görə, demək, təpə nöqtəsinin apsisi -6-da 1-dir. Sinus -6-da 1-ə bərabər ola bilir. Ona görə ekstremum nöqtəsində, yəni təpə nöqtəsində funksiya bu kvadrat üçədli özünün ən böyük qiymətini alacaq. O da n-ə bərabərdir. Təpə nöqtəsinin ordinatını tapırıq. 4ac çıx b kvadrat böl 4a düsturu ilə. Deməli, 4 vurulsun -3 elədi -12. -12-ni vursaq 9-a -108. 108 bir də çıx -108-dən bir də çıxsa -109. Bölünsün -12. Bu da bərabərdir 109 bölünsün 12. 109 da 12-yə bölünəcək 9 dəfə. 9 tam 12-də 1. Ən böyük qiyməti tapdıq. Ən kiçik qiyməti isə t 1 olduqda alacaq. Burada t-nin əvəzinə 1 yazsaq eləyəcək -3 çıx 1 üstünə gəl 9. Bu da bərabərdir 5. Deməli, ifadənin ən kiçik qiyməti 5, ən böyük qiyməti isə 9,12-də 1 olacaq. Cavab olacaq Y variantı 11-ci sualda. 12-ci sual. Funksiyanın qrafikinə apsisi x0 bərabər -4 olan nöqtədə çəkilmiş toxunanın tənliyini müəyyən edin. Funksiya verilib. X çıx 2 böl x üstünə gəlinsin 5. Toxunma nöqtəsi apsisi -4-dür. Funksiyanın törəməsini tapaq əvvəlcə. Funksiyanın törəməsi surətin törəməsi 1 eləyir. Məxrəcə vururuq. Çıxılsın məxrəcin törəməsi yenə 1 olur. Surətə vururuq. Və məxrəcin kvadratına bölmək lazımdır. Bu da bərabərdir 3 bölünsün, daha doğrusu 7 bölünsün x üstünə gəl 5-in kvadratı olacaq. Toxunanın tənliyi y bərabərdir f' x0, yəni törəmədə -4-ü yazıb hesablamalıyıq. Törəmədə -4-ü yazıb hesablasaq eləyəcək 7 bölünsün 4. 7 bölünsün 1, 7-yə bərabər olacaq. 7 eləyir. Vurulsun x çıxılsın x0. x0-ın yerinə -4-ü yazdım. Üstünə gəl fx0, yəni funksiyada -4-ü yerinə yazıq. Eləyəcək -6 bölünsün 1, yəni -6. Beləliklə toxunanın tənliyi olacaq 7x üstünə gəl 22. Y variantı. 13-cü sual. LG5A LG5A-ya LG7B-yə bərabər olarsa loqaritm 35 əsasdan 28-i tapın. A və B ilə ifadə edin daha doğrusu. Verilmiş ifadəni, verilmiş loqaritm 35 əsasdan 28 deməli ifadəsini biz 10 əsasına keçirdək. Yəni yazaq bunun əvəzinə LG 28 böl LG 35. Daha sonra parçalayaq burada. LG 28-i yaza bilərik. LG 7 üstünə gəl LG 4. LG 4 də 2 LG 2 deməkdir. LG 35 isə LG 7 üstünə gəl LG
5 deməkdir. Qalır bircə LG2-ni parçalayıb A və B ilə ifadə etmək. Bu da LG, daha doğrusu A ilə ifadə olunacaq, B ilə yox. LG2-nin əvəzinə yaza bilərik. LG10 çıx LG5 bölünsün LG7 üstünə gəl LG5 bərabərdir. LG7 üstünə gəl 2 çıxılsın 2 LG5 bölünsün LG7 üstünə gəl LG5 bərabərdir. Bərabərdir. LG7-nin əvəzinə B yazaq. 2 LG5-in əvəzinə 2 A yazaq. Məxrəcdə A üstünə gəl B. Beləliklə cavab olacaq. B çıxılsın 2A üstünə gəl 2 bölünsün A üstə gəl B. C variantı 13-də. 14-cü sual. Bərabərsizliyini həll edin. Burada 2 üstü x-ə t desək, bərabərsizlik olar. T kvadrat çıx 17t üstünə gəl 16 kiçik bərabər 0 şəklində. Vurğuları ayırsaq və yaxud köklərini tapa bilərik. T1 bərabər 1, T2 bərabər 16-dır. 1 və 16 uyğun kvadrat düzənliyinin sıfırlarıdır. Bərabərsizliyin həlli isə T daxildir 1, 16 aralığıdır. T 2 üstü x-dir. 2 üstü x, 2 üstü 0 ilə 2 üstü 4 arasına daxildirsə, buradan çıxır ki, x daxildir 0, 4 parçasına. 14-də cavab olacaq D variantı. 15. Bərabərlinə Z kompleks ədədini tapın. Z bərabərdir 3 üstə gəl I böl 2 çıxılsın I. Bunu da qoşmasına vuraq. 3 üstünə gəl I vurulsun. 2 üstünə gəl I bölünsün. 2 çıx I, 2 üstünə gəl I. Bərabərdir. 6 üstünə gəl 5-i üstünə gəl I kvadrat bölünsün. 4 çıxılsın I kvadrat. I kvadrat mənfi 1 olduğunu nəzərə alsaq, surətdə olacaq 5 üstünə gəl 5-i, məxrəcdə olacaq 5. Bu da bərabərdir 1 üstünə gəl I B variantı. 16-cı sual. İntegral 1-dən 5-ə kök altında 2x çıxılsın 1 dx integralını hesablayın. Burada integral 1-dən 5-ə kimi 2x çıxılsın 1 üstü 2-də 1 dx yaza bilərik. Bu da 2x çıxılsın 1 üstü 2-də 3 vurulsun 3-də 2 deməkdir və 2x çıxılsın 1 olduğuna görə burada kx plus b şəklində olanda k-nın tərsi integral qarşısına çıxırdı. Ona görə də 2-də 1 2-də 1-ə vurmalıyıq. Bərabərdir. Buradan 3-də 1 vurulsun 2x çıxılsın 1 üstü 2-də 3. 1-dən 5-ə kimi 5 qoyduqda 3-də 1 vurulsun 9 üstü 2-də 3 eləyir. Çıxılsın 1 qoyanda isə 3-də 1 alınar. Bunu da hesablayaq. Demək 9 üstü 2-də 3 eləyir 27. 27-ni 3-ə bölsək 9. 9-dan 3 çıxsaq 9 çıxılsın, daha doğrusu 3-də 1 çıxsaq eləyəcək 3-də 26 B variantı. 16-cı sualda.
17-ci sual. X kvadrat çıxılsın 2x çıx 7 sıfıra bərabərdir. X kubu üstünə gəl 8 böl x üstünə gəl 2-ni hesablayaq. Vuruqları ayıraq surəti. X üstünə gəlsin 2 vurulsun. X kvadrat çıxılsın 2x üstünə gəl 4 bölünsün. X üstünə gəl 2. İxtisar aparsaq qalacaq burada x kvadrat çıx 2x üstünə gəl 4. Buradan x kvadrat çıxılsın 2x bərabərdir 7 alınır. Nəzərə alsaq burada 7-nin üstünə 4 gələrik. 11 cavab olacaq Y variantı. 18-ci sual. 18-ci sual. Mərkəzləri arasındakı məsafə 14 sm, radiusları 11 və 17 olan iki çevrənin neçə ortaq toxunanı var? 18. Mərkəzləri arasındakı məsafə O1, O2 olsun. Bu məsafə bərabərdir 14. Radiusları 11 və 17-dir. R1 bərabər 11, R2 bərabərdir 17. Radiusların cəmi və fərqini tapaq. Radiusların cəmi bərabər olur 30, daha doğrusu 28. Radiusların fərqi isə R2 çıxılsın R1 isə bərabərdir deməli 6-ya. Beləliklə O1, O2 R2 çıx R1 və fərqi ilə R2 və R1-in cəmi arasında yerləşir. Bu halda o deməkdir ki, bu iki çevrə kəsişirlər və kəsişən iki çevrənin iki ortaq toxunanı olur. Cavab olacaq 18-ci sualda B variantı. 19-cu sual. Oturacağının sahəsi kök altında 3 olan düzgün üçbucaqlı ABS, A1, B1, C1 prizmasının hündürlüyü 1 sm olarsa, A1 təpəsindən BS tilinə qədər olan məsafəni tapın. Şəkili əvvəlcə çəkək. Oturacağının sahəsi kök altında 3-dür, düzgün üçbucaqlı prizmadır. ABS, A1, B1, C1. Şərtdə A1 təpəsindən BS tilinə qədər məsafə soruşulur. BS tilinə qədər olan məsafə soruşulur. Bu məsafəni tapmaq üçün biz bu AK məsafəsini tapmalıyıq əvvəlcə. Bura 1 sm-dir şərtə görə. Oturacağın sahəsi bura A olarsa, hündürlük A kökdə 3 böl 2-dir. Deməli, A kvadrat kök altında 3 bölünsün 4 bərabərdir kök altında 3-ə. Buradan A kvadrat bərabərdir 4, A bərabərdir 2 tapırıq. A tapılar 2, beləliklə AK parçasının uzunluğu bərabər olacaq. Burada yazaq. AK-nın uzunluğu olmalıdır. Kök altında 3. Onda A1K üçbucağından burada AK ABS üçbucağının hündürlüyü idi. AK kök altında 3 olduğuna görə Pifaqor teoreminə görə A1C bərabərdir kök altında 3 üstünə gəl 1 4, yəni kök altında 4-dən də 2 çıxar.
19'da cavab olacaq B variantı. 20-ci sual. Diametrə perpendikulyar olan və onu 2-3 nisbətində bölən diametrə perpendikulyar vətər onu 2-3 nisbətində bölür. Şəkili çəkək. İki üç nisbətində bölür. Deməli, vətər diametri 2-3 nisbətində bölür. 2x buradan bura kimi 3x-dir. Yəni, ümumi 5x-dir. Belə çıxır ki, 5x-dirsə, onda bölünməlidir. 2,5, 2,5. Bura 2,5-dirsə, bura düşəcək 0,5x. Və buradan bura kimi məsafə radiusa bərabərdir. O, A məsafəsi deyək. O, A məsafəsi radius olduğuna görə 2,5x olacaq. Burada alınan bu düzbucaqlı üçbucağın bu iti bucağın tapaq. Deyir ki, diametr və vətərin bu çevrəni böldüyü qövslərin ən kiçiyinin dərəcə ölçüsünü tapın. Ən kiçiyi bu M qövsü və yaxud digəri bu N qövsüdür. Bu M və N eyni qövslər olacaq, bərabərdir. İndi bu mərkəzi bucağı, yəni alfanı tapaq. Alfanı tapmaq üçün biz burada bitişik katetin, yəni 0,5x-in hipotenuza, yəni 2,5x-in nisbətini tapmalıyıq. Bu kosinus alfaya bərabər olar. Deməli, kosinus alfa 5-də 1 eləyir. Buradan da alırıq ki, alfa bərabərdir. Arc kosinus 5-də 1. Arc kosinus 5-də 1 də verilib. Burada C variantında 20-də düzgün cavab C variantı. 21. İti bucağı 60 diaqonallarının kəsişmə nöqtəsindən tərəflərə qədər məsafələri 4/3 və 6 olan paralleqramın sahəsini tapın. Bir paralleqramdır. Diaqonalların kəsişmə nöqtəsindən tərəflərə qədər olan məsafələr hündürlüyün yarısına bərabərdir. Onda tərəflərə qədər olan məsafəni təpə nöqtəsindən tərəfə qədər olan məsafəni hündürlük olduğuna görə diaqonalların kəsişmə nöqtəsindən tərəfə qədər olan məsafəni 2-yə vurmalıyıq. Yəni, diaqonalların kəsişmə nöqtəsini, daha doğrusu hündürlüklər biri 8 kök altında 3, digəri isə 12 eləyəcək. 12 və 8 kök altında 3. Biri 12-dir. Biri 8 kök altında 3-dür. Deməli, bura 8 kök altında 3. Bu da 12-dir. Burada BSK üçbucağından 60 dərəcə qarşısındakı katet 8 kök altında 3-dürsə, onda hipotenuz 16 eləməlidir. Beləliklə, sahə bərabər olacaq. AD 16 olduğuna görə vurulsun. AD-yə çəkilmiş hündürlük də 12-dir. Bunları da vursaq eləyəcək 192. Düzgün cavab olacaq C variantı 21-ci sualda. 22-ci sual. Oturacağının sahəsi 30, tam səthinin sahəsi 90 olan konusun doğranı ilə oturacağı arasındakı bucağı tapın. 22. Oturacağının sahəsi 30-dur. Oturacağın sahəsi 30, tam səthin sahəsi 90. Oturacağın sahəsi pi r kvadrat bərabərdir 30. Tam səthin sahəsi 90-dırsa, onda yan səthinin sahəsi 60 eləyəcək. Yəni, pi r l bərabərdir 60. Onda buradan
birinci və ikinci bərabərlikləri tərəf-tərəfə bölsək, R bölünsün L bərabər 2-də 1 alarıq. Yəni radiusun doğrana nisbəti 1 bölünsün 2 nisbətindədir. Konusun doğranı ilə oturacağı arasındakı bucağı tapın. Doğran və oturacağı arasındakı bucaq. Onda deməli L 2R olduğuna görə 30 dərəcə olmalıdır bu bucaq, alfa bucağı. Bura 30 dərəcə olmalıdır. Doğran və oturacaq arasındakı bucağı isə, yəni bu bucaqdan söhbət gedir, 60 dərəcə olacaq. 22-də cavab olacaq C variantı. 23 limitdir. Limit x yaxınlaşır 2-yə. Surəti və məxrəci vuruqlara ayırsaq, burada vuruqlara ayıraq. Məxrəc eləyəcək x çıxılsın 2, x üstünə gəlsin 2. Surət qalsın hələlik, çıxılsın x, çıxılsın 6. Üstünə gəl, x üstə gəl 2-də, 2x çıx 1. Bərabərdir. Ortaq məxrəci gətirsək, onlar x çıxılsın 2 vurulsun, x üstünə gəl 2. İki x kvadrat çıxılsın x çıxılsın 6 üstünə gəlinsin. 2x kvadrat çıxılsın x çıxılsın 4x üstünə gəl 2 bərabərdir. Limit x yaxınlaşır 2-yə, məxrəc oldu x çıx 2, x üstünə gəlinsin 2. Surətdə olacaq 4x kvadrat çıxılsın 6x və çıxılsın 4. Belə olacaq. Buradan 2-ni çıxardıb vuruqlara ayırsaq, limit x yaxınlaşır 2-yə. 2-ni çıxarsaq və vuruqlara ayırsaq, burada olacaq x çıxılsın 2 vurulsun 2x çıxılsın 2x üstünə gəlsin 1 bölünsün x çıxılsın 2 vur x üstünə gəl 2. Bunlar da ixtisar getsə və x-in yerinə 2 yazsaq nəticədə alarıq ki 2 vurulsun 5 bölünsün 4. 10 bölünsün 4. Bu da bərabərdir. 2,5. 23-də cavab olacaq. 2,5. 24-cü sual. Tənliyinin ən kiçik müsbət kökünü tapın. Deməli, pi vurulsun 2x üstünə gəlinsin 1 bölünsün 6 bərabərdir. Kosinus kökdə 3 bölünsün 2-ni alır. Müsbət mənfi pi bölünsün 6 üstünə gəlinsin pi 2 pi k olduğunda burada k tam ədəddir. Hər tərəfi 6 böl piyə vursaq olar 2x üstünə gəl 1 bərabərdir müsbət mənfi 1 üstünə gəlinsin. Deməli 12k burada ən kiçik müsbət kökü soruşulduğuna görə burada x-i tapsaq 2 hal var. 2x üstünə gəl 1 bərabərdir 1 üstə gəl 12k. Ya bu olar. Buradan deməli 2x bərabərdir 12k.
x bərabərdir 6k. Bu birinci hal. İkinci halda isə 2x bərabərdir mənfi 2 üstünə gəl 12k olar. Yəni burada mənfi 1 ilə götürsək. Buradan da x-i taparıq. Mənfi 1 üstünə gəl 6k. İndi ən kiçik kökün, müsbət kökün soruşur. Burada k 0 olduqda deməli 0 olur. Müsbət kökü yoxdur. Birincidə bunda 0 olur. İkincidə isə mənfi 1 olur. K 1 olduqda birinci 6. Birincidə x bərabərdir. Burada x olmalıdır. 6. İkincidə isə x bərabər 5 olur. Deməli ən kiçik müsbət kökü 5'dir. 25-ci sual. Sinifdə 24 şagird var. Əlaçıların faizi tam ədədlə ifadə olunur. Bu sinifdə ən azı neçə əlaçı var? 25. Demək, şagirdlərin sayı x olsun, əlaçıların sayı y olsun. Sinifdə 24 şagird var. Daha doğrusu şagirdlərin sayı məlumdur. Şagirdlərin sayı 24'dür. Əlaçıların sayı x olsun. Əlaçıların faizi, yəni x bölünsün 24 vurulsun 100 bərabərdir bir tam ədədə. Bərabərdir, tutaq ki, bir n-ə. Buradan x-i tapsaq, x bərabərdir 24 n bölü 100. 4'ə ixtisar aparsaq, buradan x bərabərdir 6 n böl 25 alarıq. Bu sinifdə ən azı neçə əlaçı var soruşulur. Yəni x soruşulur. X tam ədəd olmalıdır. X-in tam ədəd olması üçün n ən azı 25 olmalıdır. N 25 olduqda isə x 6'ya bərabər olar. Ona görə də 25'də cavab olacaq 6. 26-cı sual. Binomun açılışında ən böyük binomial əmsalı tapın. Ən böyük binomial əmsal yəqin ki, orta həddin binomial əmsalı olacaq. Orta həddin binomial əmsalını belə tapa bilərik. Tn bölünsün 2 üstünə gəl 1 bərabərdir kombinizon n-dən n bölü 2'yə. A üstü n bölü 2, B üstü n bölü 2. Orta həddi belə tapırıq. Onun binomial əmsalı kombinizon n-dən n bölü 2'yə. Yəni kombinizon 8'dən 4'ə olacaq. Kombinizon 8'dən 4'ə 8 faktorial böl 4 faktorial vur 4 faktorialdır. Buradan ixtisar aparsa 5, 6, 7, 8 bölünsün 2, 3, 4. Bu da bərabərdir 70'ə. Cavab olacaq 70. 27-ci sual. Uyğunluğu müəyyən edin. 1, 3, 7, 0 nöqtəsi verilib və uyğunluq bir neçə nöqtə verilib. Bu uyğunluq nöqtədən oxlara və müstəvilərə oxlara qədər məsafələr var. Bir də ki, harda yerləşdiyi ilə bağlı variantlar var. A nöqtəsi y oxu üzərindədir. A variantı. Y oxu üzərində olması üçün Y oxunun üzərində olması üçün deməli x və z sıfıra bərabər olmalıdır. X və z-in sıfıra bərabər olduğu variant yoxdur. Ona görə də A heç birinə uyğun deyil. Variant deyəndə, yəni 1, 2, 3-dən heç birində x və z 0 deyil. Hər ikisi 0 deyil. X, y müstəvisi üzərində yerləşir. X, y müstəvisi üzərində yerləşirsə, deməli z 0-a bərabər olmalıdır. Bu uyğundur 1-ə. Sonra A nöqtəsindən y oxuna qədər məsafə 5'dir. A nöqtəsinin y oxuna qədər məsafə ikincidə 5'ə bərabərdir. C variantı buna. Çünki kök altında mənfi 3'ün kvadratı 9, 4'ün kvadratı 16, 5'ə bərabər olur.
Sonra A nöqtəsi OYZ müstəvisi üzərindədir. YZ müstəvisi üzərində yerləşirsə x 0 olmalıdır. X 0-dır 27-də, deməli 3-cüdə, daha doğrusu deməli D variantı uyğundur 3-ə. D variantı uyğundur 3-ə. Sonra A nöqtəsindən XY müstəvisinə qədər məsafə 7 vahiddir. XY müstəvisinə qədər məsafə Z-in moduluna bərabərdir. Z-in modulu 7 olan yenə 3-ə uyğundur Y variantı. Beləliklə 27-də olacaq B, C, D, Y. 1-ə B, 2-yə C, 3-ə D, Y. 28-ci sual. Tənliyinin kökləri x1, x2 olarsa ifadənin qiyməti soruşulur. Burada kök altında x1, x2 hasili mötərizə xaricində çıxarsaq, qalar kök altında x1 üstünə gəl kök altında x2. Bu ifadəni bir deməli A kimi işarə edək. Hər tərəfi kvadrata yüksəldək. x1, x2, x1 üstünə gəl x2 üstünə gəl 2 kök altında x1, x2 bu bərabər olacaq A kvadratına. A kvadratına. İndi x1 və x2-nin cəmi 6-ya bərabərdir. Hasili isə 4-ə. Deməli A müsbət bir ədəd olmalıdır. x1, x2 hasilin əvəzinə 4 yazarıq. Cəmin əvəzinə 6 yazarıq. Və sadələşdirsək alarıq. 4 vurulsun 10 bərabərdir A kvadrat. Beləliklə A kvadrat 40-dırsa A-nı taparıq. 2 kök altında müsbət və mənfi 2 kök altında 10. Müsbət və mənfi 2 kök altında 10. Sadəcə burada bir şeyə diqqət yetirmək lazım ki, deməli cəm də hasil də müsbətdirsə, deməli x1 də x2 də müsbətdə onsuz kökün altında verilibsə mənfi ola bilməz. A müsbət olduğuna görə 2 kök altında 10 olacaq. 28-də cavab 2 kök altında 10. 29 radiusu 6 desimetr, hündürlüyü 10 metr olan silindir formalı çən süd ilə tam doldurulub. Çəndəki südün 30%-ni 30 litrlik, qalanlarını 40 litrlik bidonlara boşaltdılar. Təsadüfi seçilmiş bir bidonun 40 litrlik olması hadisəsinin ehtimalını tapın. Pi-ni 3 qəbul edin. Deməli, bunun həcmini hesablasaq, silindirin həcmin V bərabərdir. Pi vurulsun. Pi 3 götürülməlidir. R kvadrat vurulsun H. Burada H deməli metrlə verilib. Bunu desimetrə çevirsək 100 desimetr eləyəcək. Bu da bərabərdir. Radiusu 6, hündürlüyü 10-dur. Beləliklə alarıq. 2 deməli 108 10800 desimetr kub. 10800 desimetr kubu. İndi 30%-ni 30 litrlik, yəni 10800-ün 30%-i bölünsün 100. 30 litrlik, yəni yenə 30-a bölməliyik. Bidonlara boşaltdılar. Deməli, görək 30 litrlik bidondan neçə dənə olur? 30 litrlik bidondan 108 dənə imiş. Qalanlarını 40 litrlik, yəni 10800-ün qalanı 70% eləyir. Bölünsün 40 litrlik bidonlara vurulsun 40. Hesablasaq bunu 27
vurulsun 7 bərabərdir. Deməli 189. 189. Beləliklə təsavvür seçmiş bir bidonun 40 litrlik olma ehtimalını hesablasaq, bu eləyəcək P 40 litrlik olma ehtimalı bərabərdir. Əlverişli halların sayı 189-dur. Mümkün halların sayı isə 297. 297-də 189-da ixtisar gedir. Qalır burada 11 dəfə. Bu da 7 dəfə bölünəcək. Yəni 11-də 7. Belə və nəhayət 30-cu sual. ABC üçbucağı AC tərəfinə paralel olan düz xətlə eyni böyüklükdə 3 fiqura bölünüb. Deməli, AC tərəfinə paralel düz xətlər çəkilib. Bunu 3 eyni fiqur. Eyni fiqur o deməkdir ki, üçün də sahələri eynidir. Bu paralel düz xətlərin AB tərəfini 1, kökdə 2 çıx 1, kökdə 3 çıx kökdə 2 nisbətində böldüyünü isbat edin. Bu hissələrə X, Y və Z kimi işarə edək. Bunlara da M, N, K, P. KM, PN və AC bir-birinə paralel olduğuna görə uyğun bucaqlar bərabərdir və bucaq-bucaq əlamətinə görə KBM, PBN və ABC üçbucaqları oxşar üçbucaqlardır. Onda KBM və PBN üçbucaqlarının oxşarlığından yaza bilərik ki, X üstünə gəlinsin, Y bölünsün X-in kvadratı bərabərdir. S bölünsün 2. 2S bölünsün S, yəni 2-yə. Buradan alırıq ki, X üstünə gəl Y bölünsün X bərabərdir kök altında 2. Yəni 1 üstünə gəl Y bölünsün X bərabərdir kök altında 2. Buradan da alınar Y bölünsün X bərabərdir kök altında 2 çıxılsın 1. İndi ABC üçbucağı ilə PBN üçbucağının oxşarlığından yaza bilərik ki, X üstünə gəl Y üstünə gəlinsin Z bölünsün X üstünə gəlinsin Y-in kvadratı bərabərdir 3 bölünsün 2-yə. Hər tərəfdən kök alsaq, X üstünə gəl Y üstünə gəl Z bölünsün X üstünə gəlinsin Y kökdə 3 böl kökdə 2 olar. Həd-bəd bölsək 1 üstünə gəlinsin Z bölünsün X üstünə gəlinsin Y. Burada Y-in əvəzinə kök altında 2 çıxılsın 1 vurulsun X yazmaq olar. Y-in əvəzinə kökdə 2 çıx 1 vurulsun X yaza bilərik. Bunu burada məxrəcdə nəzərə alsaq, alınar kök altında 2X bərabərdir. Kök altında 3 bölünsün kök altında 2 və buradan Z bölünsün kök altında 2X bərabərdir. Kökdə 3 çıx kökdə 2 böl kökdə 2. Hər tərəfi kök altında 2-yə vursaq, alarıq ki, Z bölünsün X bərabərdir. Kökdə 3 çıx kök altında 2. Beləliklə aldıq ki, Y bölünsün X nisbəti kökdə 2 çıx 1. Onda X bölünsün Y nisbəti bərabərdir 1 bölünsün kök altında 2 çıx 1 və
Z deməli x-in z-ə nisbəti isə və yaxud z-in x-ə nisbətində yaza bilərik. Z-in x-ə nisbəti isə kök altında 3 çıxılsın, kök altında 2-dir. Və bunların ikisindən alınır ki, x bölünsün, y bölünsün z nisbəti 1 bölünsün, kökdə 2 çıx 1 bölünsün, kökdə 3 çıx kök altında 2 olacaq. Beləliklə isbat olundu.